Sabahınız xeyir doktor. Necəsiz? Mən yenə gəldim, yenə suallarımla. Doktor, fraksional başlıqdır da, səhv eləmirəmsə o? Səhv edirsən, bu fraksional başlıq deyil. Yox. Bu vaginal darlaşdırma üçün etdiyimiz başlıqdır. Bunu açmıram, sterildir deyə buradan göstərə bilərsən. Burada 3 dənə alət görürsünüz. Bu vaginanın içərisinə yerləşdirdiyimiz güzgü, bizim istifadə etdiyimiz güzgülər kimidir. Yəni aləti yönləndirmək üçün birinci bunu yerləşdiririk. Bunu, bu gördüyünüz yumru olanı, ucu şiş kimi olanı buraya keçirdirik. Bu alət də bizim lazeri verdiyimiz alətdir. Bunun funksiyası isə lazer şüasını dairəvi şəkildə 360 dərəcə yönləndirmək, yəni vagina divarına yaymaqdır. Sonra isə bunu lazerin başlığına keçirib gözlüyünün içərisinə yerləşdirdik və vaginanın içərisində yarım santı ya da 1 santı geriyə doğru gələrək vaginanı darlaşdırırıq. Yəni lazer şüası verərək vaginanın içərisində müəyyən bir yandırılmış sahələr əmələ gətiririk. O sahələr sağaldıqdan sonra isə vaginada müəyyən bir bağ toxumasında seyirli qışada qalınlaşma baş verir və bu qalınlaşma da xanımlarımızda darlaşma kimi, yəni darlıq hissi yaradır. Əlavə olaraq hissiyatın artırılmasına köməkçilik edir. Yəni eyni şəkildə qidalanmanı biz harada artırsaq, orada hissiyatın artırılmasını əldə etmiş oluruq. Sonra bəzən vaginal quruluq olan pasientlərimiz olur. Vaginal quruluğun da qarşısını ala bilir, yəni islaqlığı da təmin edir. Sidikasyon olan xanımlarda isə bir qədər, yəni çox ağır formalarda deyil, yüngül formalarda sidikasyonun da qarşısını alır. Sidikasyonun qarşısını almaq üçün olan başqa bir başlıq da var, bunu göstər. Buna oxşayan bir başlığımız da var. İndi onu gətirməmişsiniz, yəqin sizə o maraqlı gəlməyib. Onunla tam olaraq bu 360 dərəcədir. O ancaq 45 dərəcəlik bucaq altında lazer şüalarını sidik kanalının altına yönləndirir ki, oranın bağ toxumasını qüvvətləndirək, öskürəndə, askıranda sidikasyonu olmasın. Doktor, bir də ki, xanımlara əsas maraqlı olan cinsi pəhrizdir. Yəni bu prosedurdan sonra neçə müddət cinsi pəhriz? Bu proseduru biz ayda bir dəfə olmaqla 3 dəfə edirik, yəni 3 seans edilir. Cinsi əlaqə müddətdə 7-10 gün sonra cinsi əlaqədə ola bilirlər. Yəni cinsi pəhriz 1 həftə 10 gün olur. Yəni tamamilə ağrısız prosedurdur. Xanım ağrı hiss etmir. Qanaxma elə bir şey olmur. Həyat fəaliyyətində, həyat funksiyalarında cinsi əlaqədən başqa heç bir məhdudiyyət olmur. Yəni oradan çıxıb evə, işə, hər hissə gedə bilir. Təşəkkür edirəm.